Тимка и Мушкетер. Şamaxı rayon mədəniyyət mərkəzində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının xəyalların yaratdığı gələcək tamaşasının nümayişi olub. Tamaşa Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyinə həsr olunub. Yar gələndə toz olmasın, aramızda söz olmasın. Bu tamaşa doğrudan elədir ki, bütün Bakı bağların, ümumiyyətlə Bakının və Azərbaycanın yaşayış üçün, ya yaşayışın haqqında necə cəmaət yaşayırlar, necə uşaqlar bir-birinə dost olurlar və bir-biri ilə dostlaşırlar və ümumiyyətlə cavan uşaqların münasibətidir. Heç bu telefon lazım deyil, bizə bu gadgetlər lazım deyil. Əsas canlı münasibətlər. Bugün bu səhnədə də oynamaq və Şamaxı tamaşaçıların qarşısında çıxmaq çox böyük xoş oldu bizim üçün. Xəyalların yaratdığı gələcək tamaşasının Şamaxıda nümayişi həm teatr kollektivinə, həm də yerli tamaşaçılara unudulmaz anlar yaşadıb. Şamaxı sakinləri üçün yaradılmış olan şərait də bizim üçün çox məmnun edicidir. Qeyd etmək lazımdır ki, bu tip tamaşalar daha çox Bakı şəhərində, yəni paytaxtda reallaşdırılır və regionlarda, eləl-xüsusda Şamaxını da qeyd etmək lazımdır ki, çox əlçatan olmur və bu həyəcan verici dəqiqələrdə yer almaq mənim üçün də çox qürur vericidir. Tamaşa Vladimir Neverovun səhnələşdirilməsi əsasında hazırlanıb, quruluşçu rejissor Raulə Türkyandır.